Bu günlərim 28 dekabr, həm də 28 dekabr Azərbaycan dili OTK sınağının qrammatika suallarına baxacaq deməli. Birinci sözü isim. Yəni isim olmalıdır. Hər ikisi də birinci söz və ya sonuncu söz isim olmalıdır. Birinci söz çıxışlıqdır, ikinci söz yəlik halda olmalıdır. Baxırıq burada çıxışlıq qarşı keçir dandan, yəlik qarşı keçir ın. Çaydan. Buradakı çaydan səhvdir. Niyə? Çünki çaydan adlardan isim düzəldən şəkilçidir. Yəni buradakı çaydan qrammatik deyil, leksikdir, leksik. Ona görə də Y variantı getdi. D variantı doğrudur. Mənimdir, ümumi var. Buradakı dandan var. Sonra şirin sən burada sifətdir, amma yəlik halda deyil. C getdim. B də bizdən zaten isim istəyirdi. Qardaşıdır, isim amma təsirli haldadır. İstəyirdi, feildir, yəlik halda deyil. Cümlədə, hansı cümlədə sözlər hamısı həqiqi. Uğur qazanmaq olmur, pul qazana bilir, ağır adam olmur, ağa yük olur, nəzəri sala bilmirik, gözü də gəzirə bilmirik, cavabda variant. Hansı sözü gözəl sözü zərfdir, gözəl sözü zərf olması üçün yanında feil gəlməlidir. Gözəl gün isimdir, gözəl danışan feili sifətdir, cavabda variantı isimdir, isimdir. İki söz feili sifətdir, gözəl sifətdir, güləyən də sifətdir, çalışqan da sifətdir, kitabı isimdir, cavab Y variantı dayanın. Hansı feili sifətlə sifəti ayırt eləmək üçün, məsələn, bir var dayanan sözü, bir də var güləyən sözü. Güləyən sözünü, bir də, burada ne yazdım, burada yazmayayım, çalışqan və yaxud çalışmaqan olur, xeyr, deməli bu sifətdir. Dayanan, dayanmayan olursa, deməli feili sifətdir. Güləyən, güləməyən olmur da, deməli bu sifətdir. Yəni, sifət inkar şəkilçi qəbul etmir, feili sifət inkar şəkilçi qəbul edir. Ona görə elə tapmaq asandır. Bir dəqiqə, 9-cu sualımıza baxırıq. Sözlərin yaxın mənalı işləndiyi cümləni yoxlamaq burada mürgüləmək C variantı gözümüzə dəydi. Bircə olmayanlar variantları sildik. Qüssə qəm kədər mənasındadır 2A-dır. 2A olmayanlar variantda sildik. İşıq nurdur D variantı. Zəkalı, ağıllı, ziyalı, savadlı B variantı, cavab B variantı. Hansı sözə yalnız qrammatik, yəni köməkçinin hissəsi olsun. Burada mən ilk gözümə dəyənləri siləcəm. İnsan sildim, üzümü sildim, çantanı sildim, düzdür feil kimi, çanta isim, üzüm isim, insan isim, Y variantı qalır. Hansı burada feilin təsvirlənmə formalarının hər üçü işlənmişdir. Feili təsvirlənmə formaları, magmək, məsdər, feili sifət, feili bağlama. Feili bağlama, feili sifətin şəkilçiləri çoxdur, ona görə burada yazamayacağım. Etməyi, magmək gördük, sevən burada an gördük. Yəni, feili sifət şəkilçi gördük, kəsəndə, dəyəndə feili bağlama variantı oldu. Gələndə feili bağlama, burada feili sifətlə məsdər yoxdur ümumiyyətlə. C variantında məsdər gördük. Feili sifət, feili bağlama görmədik. Müəllim qaçan gördük. Feili sifət şəkilçi, feili bağlama, məsdər yoxdur. D variantı getdi. Bugün göləsi, əsə feili sifət gördük, magmaq gördük, məsdər gördük. Ancaq ki, feili bağlama görmədik. İndiki zamanda olan feil, ır gəlmiş, keçmişdi, gəzirdi olacaq. Gəzirdi də, bu sizi çaşdırmasın. İdi hissəciydi o. İdi hissəci. Baxan feili sifəti getdi, oturdu. Burada leksik şəkilçidir, belə oturdu. Tutarda qeyri-qəti gələcək zamanda da. Əgər yadınızda saxlayın ki, məsələn, uğura, məsələn, leksik şəkilçi olması üçün, yaxud da qrammatik şəkil ayırt eləmək üçün magmaq şəkilçisi artırın. Görün, oturmaq ola bilirmi? Deməli, oturmaq olursa, deməli, bu leksik şəkilçidir. Yox, gəzir. Gəzirmək olmur. Deməli, burada qrammatikdir. İndiki zaman şəkil, ümumiyyətlə, zaman şəkilləri qrammatik olur. Deməli, cavabımız burada Y variantı oldu. Hansı sözlərin tələffüzü yazılışdan fərqlənir? Hökmdarda Ü olur. Bir olmayan variantlarda getdi. Biri göstürdük. Y getdi. Şəffaf dəyişmir. 3 olan variantlar ambarda anbar olur. Ambar. 5 olmayan variantlar getdi. Səmiyyəti Y düşür, niyyət qalır. Samanda dəyişmir. Hansı cümlədə əvəzli sifəti əvəz etmişdir? Elə hərəkət etdi ki, biz bilirik ki, elə, o, bu, elə belə həmin işarə əvəzlidir. Lakin sifəti də əvəz edə bilir elə belə. Sonra zərfi də əvəz eləyir, ismi də əvəz eləyir. Yanında feil gələndə hərəkət etmək. Feil gəlirsə,
Deməli, bu zərfi əvəz edir. Bizə sifəti əvəz etmək lazımdır fişə. Bu arzular hansı arzular fişə? B variantı. O hamı tərəfindən. O kim? O mənə tərəf sürətlə gəldi. Kim o? Elə danış ki, yəni burada danışmaq feildirsə zərfi əvəz edib. Y variantı getdi, cavab B variantı fişə. Sualları da mən əvvəlcədən göstərirəm. Bu mətn sualları. Bir dəqiqə, mətn burada ayrı düşüb. Yəni burada baxın, yəni nəsə anlaya bilirsinizsə belə. Hələlik görüşəndək bugünlük bu qədər.